Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakıda və Abşeron yarımadasında eyni zamanda bəzi bölgələrdə iyunun 21-i gündüzdən 24-nə dək gözlənilən küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib. Xəbər verilir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası, Ağstafa, Qazax, Gəncə, Samux, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl, Goranboy, Daşkəsən, Naftalan, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı, Yevlax, Laçın, Şabran, Şəki, Zaqatala, Balakən, Qax, Siyəzən, Xızı, Qobustan, Qusar, Sabirabad, Salyan, Ağdərə, Ağdam, Bərdər, Tərtər, Neftçala, Lirik, Yardımlı, Biləsuvar, Masallı, Hacıqabul, Saatlı, Şirman, Lənkəran, Astara, Cəllabad, Mingəçevir, Xaçmaz, Füzuli, İmişli, Beyləqanda, eyni zamanda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 13,9-20,7 metr/saniyə təşkil edəcək. İyunun 21-24-də Azərbaycanın bəzi dağlıq və dağ rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv alacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan bəzi çaylardan qısa müddətli sel və daşqın keçəcəyi ehtimal olunur. Özünüzü qoruyun.